5 ildir ki, Samux rayonunun Əhmədbəyli kəndinin sakinləri iyun ayının 19-u tarixini qəhrəmanlıq səlnaməsi günü kimi qeyd edirlər. Çünki həmin gün kəndin yetirməsi olan Elton İskəndərov canı bahasına qəhrəmanlıq nümayiş etdirərək sərhədçi yoldaşlarını ölümdən xilas edib. İllər ötsə də qəhrəmanlar unudulmur. Şuarı yaşayan Samuxlular Elton İskəndərovun yaşadığı ünvana gələrək qəhrəmanın ailə üzvlərinə başsağlığı verirlər. Elton İskəndərovun yeganə yadigarı gördüyünüz bu balaca otaqdakı muzeydir. Hansı ki, burada olan şəkillərə baxmaqla valideynlər təsəlli tapırlar. Kiçik bir otaqda sərhədçi qəhrəmanın xidmət vaxtı və ondan əvvəl çəkdirdiyi şəkillər, eləcə də hərbi geyimlər yer alıb. Hər gün bu şəkillərə baxan valideynlər övladının qəlblərdə yaşadığını hiss edirlər. Düzdür, 5 il keçməyinə baxmayaraq, bizim üçün Elton elə bil ki, hər il bu ay gələndə elə bilirəm ki, həmən xəbər bu gün mənim üstümə gələcək. Yenə də fəxr eləyirəm, Eltonun arzusuydu. Həmişə uşaqlıqdan deyərdi ki, şəhidlər ölməz, şəhidlər çox maraqlanırdı. O öz arzusuna çatdı, vətənə layiq bir evlad oldu. Şəhidin uyuduğu məzarlığa toplaşan rayon rəsmiləri və Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti şəhidin ailəsinə başsağlığı verərək ruhuna dualar oxuyublar. Ölkəmizdə orduya göstərilən dövlət qayğısından və bu qayğının təzahüründən geniş bəhs ediblər. Elton İskəndərovun gələcək nəsillərə örnək olacağı önə çəkilib. Fəxr edirik, olur ki, fəxr edirik ki, Elton öz əsgər yoldaşlarını, öz komandirlərini öz canı bahasına xilas etdi və dövlət sərhədinin pozulmasının qarşısını aldı. Qeyd edək ki, Elton İskəndərov 2008-ci ilin oktyabr ayında Samux rayonundan həqiqi hərbi xidmətə yola salınıb. Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsində xidmət aparan əsgər sərhəd pozucularına qarşı müqavimət göstərərkən qəhrəmancasına şəhid olub. Zülfiyə Telman qızı, Natiq Hüseyn, Səbuhi İbrahimli, Samux.